Salam, hər birinizi xoş gördük dəyərli müəllimlər. Bu dərsimizdə şəxsiyyət tipləri haqqında danışacağıq. Şəxsiyyət tiplərinin xüsusiyyətləri, hansı şəxsiyyət tipində olan şagirdlərimizə necə davranmaq lazımdır, digərləri necə inkişaf etdirilməlidir. Bu haqqda danışacağıq və onların xüsusiyyətləri nələrdir, bu haqqda danışacağıq. Təbii biz Carl Jung və Hans Eysenck şəxsiyyət tipləri haqqında yanaşmalarından burada istifadə edəcəyik. Carl Jung insanların davranışının təkrarlanma tezliyinə görə şəxsiyyət tiplərində ekstravert və introvert tipləri irəli sürəcək. İndi biz onlar haqqında danışaq. İnsanların verdiyi qərarlarda daxili və yaxud xarici faktorların daha çox təsir etdiyini və təkrarlanma tezliyindən asılı olaraq Carl Jung insanları iki tipə ayırır. Ekstravert tiplər, introvert tiplər. Bunlar haqqında danışaq. Ekstravert tiplərdə qərar qəbul edərkən daxili faktor xarici faktordan daha aşağıdır. Yəni iki faktor düşünün. Biri yoxdur demirik, hər ikisi var. Amma ekstravert tiplərdə daxili faktor daha aşağıdır. Yəni daha çox kənar təsirlərə əsasən qərar verir. Bu olacaq ekstravert tip. Təbii indi bunun özünə məxsus xüsusiyyətlərin hər birini sayacağıq. Amma deyək ki, bir 10 qərar verirsə və yaxud hər bir qərarda üstünlük kənar təsiri əsaslanır. Bu olur ekstravert tip. Introvertlərdə də bunun əksi. Daxili qərar, daxili artıq qərar xarici faktordan daha üstün olacaq ki, daxili amillər nəzərə alınaraq qərar veriləcək introvert tiplərdə. İlk öncə ekstravert tip haqqında danışaq ki, şəxsin qərar verməsində xarici faktorlar vərdiş formasında təzahür edirsə, yəni tez-tez müşahidə olunursa, tez-tez xarici faktora əsasən qərar verirsə, ekstravert tip hesab olunur. Belə şəxslər ətrafda olan xarici faktorlara əsasən düşünür, xarici faktorlara əsasən hiss edir və onlara əsasən davranır və yaşayır. Özünə məxsus xüsusiyyətləri hansılardır ekstravert tipləri? Buradan baxırıq. Ünsiyyəti çox sevirlər. Təklik cansıxıcı gəlir. Biz bunu introvertdə əksin deyəcəyik. İndi ekstravertdə daha çox kənar təsirə əsasən düşünür. Deməli, ünsiyyəti çox sevir. Tək qaldıqda o sıxılır. Onun üçün təklik cansıxıcıdır. İnsanlarla ünsiyyət onlara stimul verir. Ünsiyyətdən stimul alır. Diqqət mərkəzində olmağı sevirlər, tək qalmaqdan çünki sıxılırlar. Bir çox hallarda ətrafda olan insanların fikirlərinə əsasən davranırlar və mühitə tez uyğunlaşırlar. Onların xüsusiyyətlərini tez götürürlər və onlara əsasən davranırlar. Daha sonra bəzən nəticə çıxarmağa tələsdikləri üçün daha çox qısa müddətli yaddaşdan istifadə edirlər. Bu bilirsiniz, yəni tez-tez və başqalarının fikirlərinə əsasən davranışdan irəli gəlir ki, o başqalarının fikirlərinə əsasən davrandıqlarından artıq tez fikrini dəyişə bilərlər. Yəni bir tərəf bu yolla getməyimizi deyir, digərliyinə rastlaşdıq. Bunu qəbul etdik, getməyə çalışırıq. Digər deyir ki, bunu dəyişməlisiniz. Belə araşdırmadan bəzən onun fikrini qəbul edə bilir və qısa müddətli yaddaş və tez nəticəyə gəlməsidir. Və bu da əslində mənfi bir nəticəyə gətirəcək. Tez-tez fikirlərini dəyişdirə bilir artıq bu şagirdlər, bu insanlar. Məlumatlar arasında sürətli əks əlaqələr yarada bilirlər. Ona görə də tez nəticəyə gəlirlər. Bəzən dərindən düşünmədən nəticə çıxarırlar. Buna görə də fikirlərini tez dəyişə bilirlər. İndi, təbii bu onların xüsusiyyətləridir. Biz ekstravertlərdə bu xüsusiyyətləri gördük. Yəni, onlar daha çox xarici faktorların fikirlərinə əsaslandı. Daxili faktor yoxdur demədik. Hər ikisi var. Daha çox xarici faktora əsasən qərar verirlər. Və müşahidə olunur ki, bunlar daha çox o faktorlardan yararlandılar qərarlarında. Deməli, ekstravert tipdir. Amma daxili faktora əsasən qərar vermirlər demirik. Daha azdır o. Belə. Müəllimə qarşı, tək müəllimə yox, yoldaşlarına qarşı da antipatiyası olduqda, indi mən ekstravertəmsə, ünsiyyəti sevirəmsə, düşünün ki, ünsiyyət quracağım heç kim yoxdur, qura biləcəklərimlə də münasibətim yoxdur. O zaman ona mənə sıxıcı gələcək və öyrənmə prosesində də effektiv öyrənmə baş tutmayacaq. Müəllimə və yaxud yoldaşlarına qarşı antipatiyası olduqda effektiv öyrənmə mühiti yaratmaq çətin olacaq. Daxili faktor zəif olduqca onların xarici faktorların təsir altına düşmə ehtimalı artır. Bəzən valideynlər narahat olurlar ki, uşaq tez təsirə düşür. Daxili faktor zəif olduqda xarici faktorların təsiri, xarici təsirlərə düşmə ehtimalları yüksəlir. O uşaqlarda ekstravert tip
daha üstün mövqedədir. Təbii insandan insana dəyişir, o fərq edir. Müəyyən fəaliyyətlərdə dərindən düşünmə olmur, tez qərar verir və tez fikrini dəyişə bilir. Bu da ekstravertlərin mənfi tərəfləridir. Növbəti introvert şəxsiyyət tipləri haqqında danışırıq. Introvertlərdə isə qərar qəbul edərkən daha çox daxili faktor ön plandadır. Kənar təsirlər yox. Məsələn, mən qərar verəcəmsə, ətrafımda bir dostum mənə yol göstərir, onun dediyinə əsasən edirəm. Düşünmürəm, axtarmıram, dediyini qəbul edirəm. Bu olacaq ekstravert. Və yaxud introvertəmsə, kim nə deyir desin, gedib araşdıracam, özümü qane edən bir yol seçəcəm. Belə düşünün. Daha çox daxili faktoru nəzərə alır. Bax, bu ekstravertdə dediyimiz məsələ burada da keçərlidir. Bu demək deyil ki, introvertin xarici faktoru yoxdur. Yəni, xarici faktorlara heç uyğunlaşmır. Yox, daha çox daxili faktorlara əsasən qərar verir. Belə dedik, yəni müqayisədə daxili faktor daha üstündür. Uzun müddətli yaddaşdan istifadə edəcək bunun üçün. Başqa sözlə desə, introvertlərin düşüncələri xaricdən alınan faktlar və dəlillərə əsaslansa da, qərarları və davranışları daha çox özlərinin subyektiv fikirlərinə əsasən verirlər. Müşahidə olunan davranışlar. Mən ekstravertdə dedim ki, ünsiyyəti sevdi, tək qalmaqdan sıxıldı. Bu isə tək qalmaqdan stimul alır. Səthi müzakirələrdən sıxılır. Səthi müzakirə. Danışmağı sevmir demədik, özünə qapanır demədik, yəni utancaqdır demədik. Səthi müzakirələri sevmir. Belə dedik. Təklik onları stimullaşdırır, motivasiya edir, uzun və səthi müzakirələrdən yorulur, şəxsi subyektiv mülahizələrə əsaslanan nəticə çıxarır, nəticə çıxarmaq üçün daha çox uzun müddətli yaddaşlarından istifadə edir, nəticə çıxarmaq üçün daha çox vaxta ehtiyacları var. Çünki uzun müddətli araşdırma bunu tələb edir ki, daha çox vaxt tələb edir. Digəri isə daha az vaxt tələb edirdi, ona görə tez-tez fikrini dəyişə bilirdi. Bu isə öz qərarlarını özü verir. Bunun rastlaşa biləcəyi çətinlik nədir? Bəs daha dərindən düşündüyü üçün daha çox vaxt ala bilir onun qərar qəbul etməsi. Daha uzun müddət ala bilir. Uzun müddətli ünsiyyətlərdə mənəvi olaraq yorulur, təkliyə ehtiyac duyur. Bu onun mənfi xüsusiyyəti kimi götürülə bilər. Səthi müzakirələri sevməməsi. Təbii bu oldu bizim üçün introvertin özünə məxsus xüsusiyyəti. Amma bir də var Hans Eysenk'in irəli sürdüyü ambivert tip. Ambivert tiplər haqqında danışdıqda biz onu görəcəyik ki, artıq ekstravert daxili faktor aşağıdır, xarici faktor yuxarıdır. Introvertdə əksinə daxili yuxarıdır, xarici faktor daha azdır. Ambivertdə isə Hans Eysenk'ə görə bu tipli şəxsiyyətlərdə biri digərindən üstün deyil. Yəni qərar qəbul edərkən davranışlarında ikisinin də təsiri bərabər müşahidə olunur. Məsələn, buna bir nümunə göstərə bilərik biz ambivertdə. Məsələn, mən qərar qəbul etmək istədikdə kənardakı fikirləri toplayıram, araşdırma aparıram və yenidən toplaşıb birlikdə qərar veririk. Belə düşünün. Yəni, həm daxili faktor araşdırma var, həm kənar müzakirələr var. Mənim seçdim, məsələn, bu daha uyğundur. Müzakirə edib ortaq bir qərar verdik ki, bu yolla, məsələn, bu addımı atmalıyıq. Bu olur ambivert tip. Hans Eysenk'in irəli sürdüyü fikir budur. Təbii araşdırmalar onu göstərir ki, ambivert və ekstravert tiplər introvert tiplərə nisbətən daha çoxdur. Şəxsiyyət tipləri ilə bağlı deyəcəyimiz məlumat bu qədər. Sağ olun, Allah'a əmanət qalın.